İndi isə daha ətraflı. Azad ərazilərdə bərpa quruculuq işləri bütün istiqamətlərdə aparılır. Doğma yurtlarına qayıdan əhalinin yaşayışı üçün zəruri infrastruktur qurulur. Buna telekommunikasiya və internet xidmətləri də daxildir. Aztelekom Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən indiyə qədər hansı işlər görülüb, birlikdə izləyək. Doğma yurda qovuşan hər kəsin yaşadığı mənzil, ev bütün zəruri infrastrukturla təmin olunub. Ağdam şəhərinin ilk sakinlərinin də yaşadığı bu kompleks bütün enerji daşıyıcıları ilə yanaşı, həmçinin fasiləsiz, sürətli və keyfiyyətli internetlə də təmin olunub. Ağdamda 974, Kəlbəcərdə isə 121 ev təsərrüfatı telekommunikasiya xidmətləri ilə təmin olunub. Ağdam rayonunun şəhər mərkəzi Sarıcalı, Kəngərli və Xıdırlı kəndlərində və Kəlbəcər rayonunda məskunlaşma olan yaşayış məntəqələri və fəaliyyət göstərən biznes subyektləri telekommunikasiya xidmətləri ilə təmin edilib və sözügedən rayonlarda müasir avadanlıqlar quraşdırılıb. İndi hər evdə internetə və televiziya kanallarına birbaşa qoşulma var. Bütün problemlərimiz həll olunur Allahın köməyi ilə. Aztelekom gəlib keçək. İnternetimizi çəkib, televizorumuz quraşdırılır. Nə bilim, min şükür bu günə. Gəlib Ağdamda bu günü görürüksə, Allahımıza şükür. Şükürlər olsun ki, bu günə, bu yurdumuza mənə qismət elədi də, xoşbaxt adamım ki, mənə gəldim, yenə qayıtdım, Ağdamda yaşamaq qismət elədi. İnternetimiz çəkilibdir. Suyumuz isti, soyuq, atapleniya, hər bir şey qaydasındadır. Öz yerində çox gözəl. Bir dənə televizyorimizdə qoşulur inşallah, televizyorimizdə oturub baxmaq üçün. Hər şey öz yerində, isti suyumuz, qazımız, işığımız, gözəl internetimiz, görüntülü danışa bilirik. İnternetlə heç bir narazılığımız yoxdur. Göstərilən xidmətlər biznes subyektlərini də əhatə edib. Elnur Tofiq, Elmin Sifəndiyarov, Rəşidə Zülfüqarova, ASTV Xəbər.